Salam, mən İsmail Əliyev, Epoint şirkətində işləyirəm. Bugünkü mövzum SAS proyektlərindəki güvənlik, security ilə bağlı idi, daha doğrusu. Və bu başımıza gələn real bir кейsdən əsaslanaraq yola çıxaraq öz təcrübəmi bölüşdüm. Sistemdə mövcud olan feature-ın abuserlar tərəfindən sui-istifadə olunması nəticəsində sistemə hücum olmuşdu və biz bunu necə qarşısını aldıq? Deməli, həmin SAS proyektindəki customerların, klientların e-mail ola bilər, onlar custom maillər göndərə bilir buna və bu həmçinin limitsizdir də. Sadəcə abuserlar girir, browser'ı simulyasiya edir, daim bir klientin e-mailini dəyişərək spam maillər göndərməyə başlayır və nəticədə Amazon bizim e-mail serverimizi bloklayır deyə digər müştərilər də narazı qalır, onların e-mailləri ya getmir, ya da spama düşür. Bunun qarşısını biz necə aldıq? Birincisi, API-də rate limiting tətbiq etdik ki, yəni həmin klientların e-maili tez-tez update oluna bilməsin və həmçinin bəzi security guideline-lar gətirdik ki, məsələn, müştərinin e-maili ayda bir dəfədən artıq update oluna bilməz və ən can alıcı nöqtə həmin e-mailin kontentinin yoxlanılması idi. Və bunu da süni intellekt vasitəsilə biz onu inteqrasiya etdik. Mail göndərilməmişdən öncə biznesin fəaliyyət sahəsinə uyğun olaraq onun kontenti yoxlanılır. Həmin əgər security tələblərinə cavab verirsə, o zaman e-maillər göndərilir. Əks halda hesab bloklanır, suspend-ə düşür və sistemə alert gedir. Developerlar olaraq biz sadəcə security-nin kod tərəfinə yox, həmçinin biznes tərəfinə də fokuslanmalıyıq.